Salam, azadlıq aşiqi, gələcəyin elçisi və bəşəriyyətin ən orijinal ruhu olan əziz Dolça bürcü. Hər kəsin getdiyi yolla deyil, öz xəyallarının izi ilə getməyi sevən, xəyalpərəst olduğu qədər də zəki və yenilikçi o xüsusi insansan. Sənin üçün həyat sadəcə yaşanacaq bir müddət deyil, dəyişdiriləcək və inkişaf etdiriləcək böyük bir laboratoriyadır. May ayının bu həftəsində ulduzlar sənə həm intellektual partlayışlar, həm də daxili dünyanda bir inqilab vəd edir. İdarəedici planetin olan Uranın o sürprizli enerjisi bu 7 gün ərzində sənə gözlənilməz qapılar aça bilər. Gəl 18 maydan başlayaraq 24 maya qədər olan bu müddəti, sənin o qəliblərə sığmayan ruhuna uyğun şəkildə hər detalını maraqla hiss edərək birlikdə vərəqləyək. 18 may, bazar ertəsi sabahı oyananda içində dünyanı dəyişdirmək istəyi, fərqli bir islahatçı enerjisi hiss edəcəksən. Sən rutinləri sevən biri deyilsən və həftənin ilk günü olsa da hər kəsdən fərqli bir ritmlə işə başlayacaqsan. Bugün texnologiya, rəqəmsal dünyada yeniliklər və ya orijinal ideyalarla bağlı işlərində böyük sıçrayışlar edə bilərsən. İş mühitində kimsənin ağlına gəlməyən həll yolları təklif edərək hamını təəccübləndirəcəksən. Maddi məsələlərdə biraz qeyri-adi bir investisiya və ya alış-veriş fikri yarana bilər. Sənin uzaq görənliyin bugün sənə deyir ki, gələcəyə yatırım etmək lazımdır. Günorta saatlarında bir qrup və ya cəmiyyət daxilində sənə ehtiyac duyulacaq. Sən fərdi olduğun qədər də yaxşı bir komanda beynisən. Axşam saatlarında isə biraz sosial mediadan və texnologiyadan uzaq durmaq, öz düşüncələrinlə baş-başa qalmaq sənə yeni ilhamlar gətirəcək. 19 may, çərşənbə axşamı sənə daha çox ünsiyyət və dost dəstəyi gətirir. Bugün sən sanki hər kəs üçün bir ümid mayaksan. Dostların sənin fərqli baxış bucağına və məntiqli məsləhətlərinə ehtiyac duyacaqlar. Sən insanları mühakimə etmədən dinləməyi bacarırsan və bu xüsusiyyətin bugün çox qiymətləndiriləcək. Sevgidə isə azadlıq və intellektual bağ hər şeydən önəmlidir. Partnyorunla maraqlı bir mövzunu müzakirə etmək, bəlkə də gələcəyə dair qeyri-adi planlar qurmaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Əgər subaysansa, bir tədbirdə və ya maraq dairən olan bir mühitdə sənin kimi orijinal düşünən biri ilə tanışlıq ehtimalı var. Sağlamlıqla bağlı, qan dövranına və ayaq biləklərinə diqqət et, çox oturmaq sənə düşmür, hərəkətdə ol. Axşamı yaxın bir dostunla keçir, səmimi bir söhbət sənə hər cür yorğunluğu unutduracaq. 20 may, həftənin ortası gəldi və bugün diqqətin biraz daha maddi təhlükəsizlik və şəxsi dəyərlər üzərində ola bilər. Sən pulları xərcləməkdə biraz fərqli ola bilərsən, bəzən çox qənaətcil, bəzən isə idealların üçün çox komərd. Bugün büdcəndə biraz nizam yaratmaq, gələcək layihələrin üçün vəsait ayırmaq faydalı olar. Günün ikinci yarısında daxili aləmində biraz təlatüm hiss edə bilərsən. Sanki köhnə, səni məhdudlaşdıran qəliblərdən tamamilə qurtulmaq istəyirsən. Ulduzlar sənə pıçıldayır, köhnəni sök ki, yerində yenisini tikəsən. Yaradıcılıqla məşğul olan dolçalar üçün bugün qeyri-adi bir ilham dalğası gözlənilir. Axşam saatlarında xəyallarını kağıza köçür və ya bir vizyon lövhəsi hazırla. Sən gələcəyi planlayanda o gələcək sənə daha tez gəlir. 21 may, bugün göy üzündə enerjilər sənin üçün çox xoş bir tərəfə dəyişir. Günəş səninlə eyni ünsürdən olan hava qrupu bürcünə, əkizlərə keçir. Bu, gələn bir ay boyunca sənin üçün eşq, yaradıcılıq, hobbilər və həyatın əyləncəli tərəflərinin ön plana çıxacağı deməkdir. Sanki üzərindəki o ciddi yük qalxır və daha yüngül, daha şən hiss etməyə başlayırsan. Bugün eşq həyatında gözlənilməz və çox xoş bir hadisə yaşaya bilərsən. Sənin cazibən və fərqliliyin hər kəsi özünə cəlb edəcək. Yaradıcı bir layihəyə başlamaq və ya uşaqlarla vaxt keçirmək üçün möhtəşəm bir zamandır. Ünsiyyət bugün çox sürətli və zarafatçıldır. Axşam saatlarında bir şənliyə və ya dost məclisinə dəvət alsan, mütləq get. Sən sosiallaşanda ruhun nəfəs alır. 22 may, cümə günü sənə həftənin ən məhsuldar və ani kəşf evrika anlarını gətirir. Bugün iş yerində və ya gündəlik həyatında qarşılaşdığın bir problemi elə bir dahiyanə üsulla həll edəcəksən ki, hamı bu necə mənim ağlıma gəlmədi, deyəcək. Sən standartlardan kənar düşünməkdə ustasan və bugün o istedadın zirvədədir. Maddi mənada şansın üzünə gülə bilər, bəlkə rəqəmsal bir sahədən, bəlkə də bir layihədən qazanc əldə edərsən.
Sevgidə isə çox macərapərəst hiss edəcəksən. Partnyoruna sürpriz bir təklif edə və ya birlikdə heç vaxt etmədiyiniz bir şeyi sınaya bilərsiniz. Sən sürprizləri sevirsən və bugün həyat sənə özü bir sürpriz hazırlayır. Axşam saatlarında biraz musiqi, bəlkə də biraz rəqs sənə bütün həftənin stresini atmaqda kömək edəcək. 23 may, şənbə günü sənə özünü bərpa etmə və rəqəmsal detoks enerjisi bəxş edir. Bugün şəxsi qulluq ritualların üçün əla zamandır, amma sən bunu da fərqli edəcəksən. Bəlkə yeni bir təbii maska, bəlkə də qeyri-adi bir aromaterapiya. Saç diblərinə canlandırıcı rozmarin və ya sakitləşdirici nanə yağı ilə masaj etmək sənə inanılmaz bir gümrahlıq verəcək. Sənin bürcün gələcəyi sevir, amma bugün indi qalmağa çalış. Evindəki elektron cihazları səliqəyə salmaq, lazımsız faylları silmək sənə mənəvi bir yüngüllük verəcək. Axşam saatlarında gələcəklə bağlı o böyük, bəlkə də insanlığın xeyrinə olan xəyallarını düşün. Sən fərdi uğurdan çox bəşəri faydaya önəm verən birisən və kainat bu qəlbinə görə səni mükafatlandıracaq. 24 may, həftənin son günü, bazar. Bugün sənin üçün tam bir azadlıq və ruhun sərbəstliyi günüdür. Bazar günü heç bir qayda qoyma, heç bir yerə yetişmək məcburiyyətində olma. Səhər gec oyan, qəhvəni içərkən sadəcə xəyallara dal. Ruhunu qidalandıracaq, sənə yeni ufqlər açacaq bir elmi-fantastik film izlə və ya ən son texnoloji yeniliklər haqqında oxu. Sən həmişə sabahda yaşayırsan və bugün o sabahın hüzurunu içində hiss etməlisən. Ola bilsin ki, uzaqdan bir dostundan çox maraqlı və orijinal bir təklif gəlsin. Gələn həftənin planlarını yalnız axşamın son saatlarında qısa bir şəkildə beynində fırlat ki, həftəyə o məşhur enerjinlə başlaya biləsən. Unutma ki, sən bu dünyanın rəngi və dəyişməz enerjisən, əziz və bənzərsiz Dolça, bu yenilik və azadlıq dolu həftəlik yolculuğumuzun sonuna gəldik. Sənin zəkan, orijinallığın və o kimsəyə bənzəməyən daxili işığın bu həftədə səni ən doğru yola aparacaq. Həyatın sənə gətirdiyi sürprizləri bir macəra kimi qəbul et və heç vaxt fərqli olmaqdan qorxma. Çünki dünya sənin kimi başqa cür düşünənlərin sayəsində gözəlləşir. Özünə inan, xəyallarının arxasınca get və həmişə o azad ruhunun səsini dinlə. Sən gələcəyin özüsən. Gələn həftə yeni eyni orijinallıqla və yeni kəşflərlə görüşmək ümidi ilə. Azad və xoşbəxt qal.